Salam uşaqlar, sifət mövzusunu testi davam edirik. Bir əvvəlki videoda 1-dən 30-a qədər izahı paylaşmışam. Yəni istəsəz 1-dən 30-a qədər olan sualların izahına oradan baxa bilərsiniz. 31-ci sual. Əzəzin arasında adi dərəcə istəyir. A variantı müqayisə, B variantı müqayisə, C variantı üstünlük, Y variantı üstünlük və mənə adi dərəcə lazımdır. O da D variantında olur. Davam edirik. 32-ci sual. Zənin önündə müqayisə lazımdır. A üstünlük, B müqayisə cavabdır. C variantı adi dərəcə, D variantı üstünlük və Y variantı isə səhv müqayisədir. Bir sözə həm or, həm er artırılmaz. Zənin önündə 33-cü sual. Zənin önündə bizə müqayisə dərəcəsi lazımdır. A variantı adi dərəcə, B üstünlük, D variantı üstünlük, Y variantı isə bir sözə həm or, həm er artırdığına görə yanlışdır. Cavabım olur C variantı. 34-cü sual. Veridən sonra adi dərəcə gəlməlidir. Yəni R est mormostun olmadığı, R est mormostu nə varsa çıxırıq. Cavabım olur D variantı. 35-ci sual. Əzəzin arasında adi dərəcə istəyir. R est mormost olan bütün variantları çıxırıq. Cavabımız olur C variantı. 36-cı sual. Məndən sifət istəyir. City, şəhər, car, maşın, different, fərqli, təbii ki, sifətdir. Sofa və village isə isimdir. Yəni divan və kənd. 37-ci sual. Zənin önündə müqayisə lazımdır. Bəd kökündən dəyişəndir. Bədin müqayisəsi olur verse. Təbii ki, B variantı. C variantı üstünlükdür. D variantı səhv müqayisədir. Çünki verse onsuz kökündən dəyişib müqayisə olub. Qarşısında biz match işlədə bilərik. Mor yox. Verse isə üstünlükdür. 38-ci sual. One of-dan sonra təbii ki, üstünlük işlənməlidir. Match müqayisə ilə işlənir. C variant olaraq da səhvdir. Mor müqayisədir. Match mor müqayisədir. Cavabım D variantı. Y variantı isə adi dərəcə. 39-cu sual. Boşluqdan sonra van gəlib. Biz bilirik ki, boşluqdan sonra van gələrsə, vanın önündə sifət işlənərsə mütləq şəkildə artikl olmalıdır. Qarşısı boş qala bilməz, yəni artiklsız qala bilməz. Artiklsız qalan A, B, C və D variantlarını silirik. Cavabımız olur Y variantı. 40-cı sual. Zənin önündə müqayisə dərəcəsi olmalıdır. A üstünlük, B adi. Çıxırıq. D variantı maçdan sonra müqayisə gəlməli idi. Adi gəlib deyə səhvdir. Y variantı isə bir sözə həm or, həm er artırılmaz. 41-ci sual. Deməli, burada deyir ki, cənubda şimaldakı kimi isti deyil. Təbii ki, soyəzin arasında. Soyəzin arasında bizə adi dərəcə lazımdır. Cavab A variantı. B müqayisə, C üstünlük və müqayisə. Bunları çıxırıq. 42-ci sual. Əzəzin arasında adi dərəcə lazımdır. A dərəcə mormostun, R estin olmadığı haldır. Təbii ki, cavab Y variantı. 43-cü sual. Yenə əzəz istəyir. Əzəzin arasında adi dərəcə olmalıdır. Cavab A variantı. R est mormostları çıxırıq. Cavabımız olur A. Davam edirik 44-cü sualla. 44-cü sualda əzəzin arasında təbii ki, adi dərəcə olmalıdır və adi dərəcə ilə biz A variantı üstünlük, B variantı müqayisə, C variantı müqayisə və D variantı üstünlük çıxır. Cavabımız olur adi dərəcə Y variantı. 45-ci sual. Zənin önündə müqayisə olmalıdır. Təbii ki, interesting çox hecalıdır deyə oradan düzəlir. B səhvdir, maçdan sonra müqayisə gəlməlidir. C adidir, mənə müqayisə lazımdır. D və Y isə üstünlükdür. 46-cı sual. Boşluqdan sonra isim gəlib. İsmin qarşısına mütləq şəkildə biz sayıla bilən tək isimdir və mütləq artiklsız qoya bilmərik. Bunların hamısının artikl olmadığına görə çıxırıq. Cavabımız olur Y variantı. One of üstünlüyü istəyir. Üstünlük hardadır? A variantı mostu yoxdur deyə səhvdir. B variantın Z-si yoxdur deyə səhvdir. C müqayisə. D variantı isə ona görə səhvdir ki, Z kökündən dəyişmiş üstünlükdür və üstünlük dərəcəsi olan bir sifətdən sonra təbii ki, isim gəlməlidir. Sifət yox. Cavabımız olur Y variantı. 48-ci sual. Boşluqdan sonra sayıla bilən tək isim gəlib. Qarşısını boş qoya bilmərik. Boş qalan bütün variantları çıxırıq. Cavabımız olar B variantı. Boş qoymaq, yəni artikl işlənməlidir.
49-cu sual. Biz isim qarşısına boşluq qoyub və biz 3 dərəcənin 3-ünü də işlədə bilərik. Həm adi, həm müqayisə, həm üstünlük. Lakin düzgün olmaq şərti ilə. Məsələn, burada variantı ona görə səhvdir ki, most üstünlük dərəcənin göstəricisidir və Z-si olmalıydı. Yəni, üstünlük dərəcəni mütləq biz Z ilə işlədirik. Bu variant 3-ünsə biz bunu deyə bilmirik. Çünki clever 2 hecalı olub sonra R ilə qutardığına görə the most clever yox, the cleverest olmalıydı variant olaraq. B variantı. More cleverer yanlışdır ona görə ki, bir sözə həm more, həm R artırılmaz. C variantın problemi yoxdur. She is a clever student. O ağla bir şagirddir. D variantı səhvdir. Niyə? Maçdan sonra müqayisə gəlməlidir, adi gəlib ona görə. Y variantı səhvdir ona görə ki, where-dən sonra müqayisə yox, adi dərəcə gəlməli idi. Davam edirik, 50-ci sual. Deməli, boşluqdan sonra isim var, sayıla bilən tək isim. Qarşı artiklsız qala bilməz, A, B və Y getdi. D-bəsdən sonra da sifət gəlməz, isim gəlməli idi. Ona görə C getdi, cavabımız olur D variantı. Həm də cümlədə you have ever. Have ever varsa, demək mənə üstünlük lazımdır. Cavab D variantı. 51-ci sual. Soyazın arasında dərəcə istəyir. Cavab təbii ki, A variantı. R, S, more, mostun olduğu bütün variantları silərik. 52-ci sual. Boşluqdan sonra message gəlib. Message sahilə bilən tək isimdir. Qarşısı artiklsız qala bilməz. Artiklsız qalanların hamısını çıxırıq. Cavabım olur Y variantı. 53-cü sual. Zən öndə müqayisə olmalıdır. Most üstünlüydür. Maçdan sonra adi gəlib. Kim müqayisə gəlməli idi. Y ona görə səhvdir. Nice tək hecalıdır. Mostdan yox. S-dən düzəlir. B isə adidir deyə çıxıram. Cavabım olur D variantı. Keçdim 54-cü sual. Zən varsa cümlədə təbii ki, önündə müqayisə olmalıdır. Good'un müqayisəsi betterdir. Bunlar isə bestlər isə üstünlük, good'lar isə adi dərəcədir. Davam edirik 55-ci sual. Əzəzin arasında dərəcə olmalıdır. More, most, R, S olanların hamısını çıxırıq. Cavabımız olur Y variantı. Zən önündə təbii ki, müqayisə olmalıdır. 4, 2 hecalı və sonu yığla qutaranda deməli R ilə düzəlməlidir. Most üstünlüyü çıxdım. Cavabım B variantı. C variantı adi dərəcə. D variantı üstünlük. Y isə səhv müqayisədir. Bir sözü həm more, həm R artırılmaz. 57-ci sual. Boşluqdan sonra sayıla bilən tək isim gəlib. Qarşısı artiklsız qala bilməz. Artiklsız olanlar hamısını çıxırıq. Cavabım olur C variantı. 58-ci sual. Düzgün variantı əvvəl tapaq. A variantı düzgün cavabdır. Variantı daha doğrusu. B variantı düzgün variantdır. C variantın səhv ondadır ki, Z-si yoxdur. Üstünlükdə Z-si yoxdur. D variantın səhv ondadır ki, bağlayıcının digər tərəfi, yəni bu tərəfdə əz olmalıydı. Y variantı maçdan sonra müqayisə gəlməli idi. Ona görə səhvdir. A variantı və B variantının arasında qaldıq və fikir verirsə cümlədə I expected. Müqayisə olunacaq ikinci söz, söz birləşməsi və ya cümlə var. Bu zaman mütləq şəkildə bağlayıcı işlənməlidir. 3 dənə bağlayıcımız var sifətin dərəcələrində. Əzəz, soyəz və zən. Təbii ki, A variantı bağlayıcısı olmadığına görə səhvdir. Cavabımız olur B variantı. Deyir ki, imtahan gözlədiyim kimi çətin deyildi. 59-cu sualda deməli, əvvəlcə səhv variantları çıxırıq. Bu zaman bir dənə anı çıxa bilirik. Çünki mostun önündə Z-si yoxdur. B düzgün müqayisə, C düzgün adi dərəcə, D variantı adi dərəcə, Y variantı üstünlük. Amma fikir verirsə, I calculated var. Və müqayisə olunacaq söz və yaxud söz birləşməsi varsa mütləq şəkildə bağlayıcı olmalıdır. Cavabım olur C variantı. 60-cı sual. One of üstünlüyü istəyir. Fikir verirsə A, C və D müqayisədir. B variantı da üstünlüyün Z'si yoxdur. Cavabım olur Y variantı. Bundan sonraki 60-90 arası suallar isə növbəti videoda.